Burada ana ilə yeniyetmə oğlun dialoqu var. Əsas siqaretlə, pis vərdişlərlə bağlı, elektron siqaretlə. Niyə kim verib sənə? Sən də bu hardandır, nə gizlədirsən? O da deyir, dostum verib. Neçə dəfə denəmisən, yoxlamısan? O da deyir, 2 dəfə. O da deyir, bəs mənə niyə yalan demisən? Söz verirəm, daha eləmərəm, belə-belə şeylər. Buna görə cəza alacaqsan, deyir. Təkcə üzr istəmək bəs eləmir. Belə bir dialoq. Deyir, hamı eləyir də. Onsuz da o da deyir ki, hamı özünü dağdan atsa, sən də atacaqsan. O da deyir, eyni şey deyil. Məğzi dialoqum bundan ibarətdir. Ağciyərlər məhv eləmək fikrim var. Nəyi görmək istəyib yoxlamısan bunu?